Söz başladı. Deməli, salam uşaqlar, bu günləri biz elektrolitik dissosiasiya aid hesablamalar yazmalıyıq. Deməli, səhifə 169-da yeni test toplusundan səhifə 169-dan birinci sualdan başlayırıq. Birinci sualda nədir uşaqlar? Dəmir 3 sulfat. 3 sulfat suda həll olan duzdur. 2 molunun, baxın verilən 2 molunun tam dissosiasiyasından, dissosiasiya dönən prosesdir. Yəni eyni vaxtda iki əks istiqamətdə gedən proses dönən prosesdir. 2 mol dəmirin valenti baxın 3 olduğuna görə 3 müsbətə və anion, SO4 anionu neçə mol atomdur? Baxın 3 mol sulfat anionuna dissosiasiya edir. Nə anionuna? Sulfat anionudur. 2 molundan cəmi neçə mol ion əmələ gəlir? X mol ion. Bu duz qarşısında heç nə yazılmıyorsa 1 moldur. 1 molundan 2 mol kation, 3 mol da anion. Cəmi 5 mol ion əmələ gəlir. Cavab X bərabərdir 10 mol ion. Cəmi 10 mol ion C bəndi. İkinci sual. İkinci sual nədir uşaqlar? İkinci sualda dəmir 3 nitrat verib. Nitrat turşusunun bütün duzları suda həll olandır. Nitrat turşusu bir əsaslı turşudur, onun turş duzu yoxdur. Suda həll olan duzlardır. 2 molunun orta və necə duzdur? Normal duz. Tam dissosiasiyasından, dissosiasiya dönən prosesdə dəmir 3 müsbətə, dəmir 1 mol atomdur. NO3 anionu 3 mol atomdur. 3 mol NO3 nə oldu burada? Mənfiyə. 2 molundan cəmi neçə mol ion əmələ gəlir? Cəmi deyəndə burada həm kation nəzərdə tutulur, həm də anion. Cəmi neçə mol ion əmələ gəlir? Duz burada qarşısında heç nə yazılmayıbsa uşaqlar 1 moldur. 1 molundan isə 1 mol kation, 3 mol da anion. Cəmi 4 mol ion əmələ gəlir. X də bərabərdir 8 mol ion əmələ gəldi. Cavab nə bəndə oldu? C bəndi. Üçüncü suala keçid alaq. Üçüncü sualda deyir hər 200 molekulun, üçüncü sualda belə yazıb uşaqlar, hər 200 molekulun 170-i dissosiasiya uğrayan elektrolitin, elektrolit nə deməkdir? Elektrik cəryanı keçirən maddənin dissosiasiya dərəcəsi nə qədərdir? Yəni alfa bərabərdir sual işarəsi. Böyük N molekulların ümumi sayı 200 molekuldur. 200 molekul. 200 molekulun N, kiçik N dis. N dis nə deməkdir? Dissosiasiya uğrayan molekulların sayı 170 molekul dissosiasiya uğrayıb. 200-ün 170-i dissosiasiya edibsə, 30 molekulu isə dissosiasiya etməmişdir. Bizə deyir ki, həmin elektrolitin dissosiasiya dərəcəsi hissə ilə deyir göstər. Faizlə verməyib cavabları uşaqlar. Hissə ilə verdiyinə görə N dis, dissosiasiya olunan molekulların sayı bölmək lazımdır ümumi molekulların sayına. 170 dənə dissosiasiya uğrayan molekuldur, 200 molekul da ümumi molekuldur. Bunlar ixtisar gedir. Cavab 0,85 hissəsi dissosiasiya uğrayıb. Cavab nə bəndə oldu? A bəndi. Dördüncü sual. Dördüncü sualda uşaqlar dissosiasiya dərəcəsi, dördüncü sualda alfa dissosiasiya dərəcəsinin hissə ilə verib. 0,85 hissə elə 100-ə vuranda 85%-dir. Yəni alfanın qiyməti əgər 100-ə vursam nə qədərdir? 85. Nə olacaq bu? 0,85-i 100-ə vuranda, yəni faizə çevirəndə o da eləyir 85%. Yəni burada faizlə yox, hissə ilə verib əslində. Elektrolitin 200 molekulu, böyük N bərabərdir 200 molekul, yəni elektrik cəryanı keçirən molekul 200 molekuldur. Elektrolit sözünün mənası cəryanı keçirən maddələrə elektrolitlər deyilir. Neçə dissosiasiya molekuldan neçəsi dissosiasiya etmişdi? N dissosiasiya edən molekulun sayı bərabərdir sual işarəsi. Bizə sual verir ki, neçəsi dissosiasiya etmişdi? Alfa bərabərdir N dis, dissosiasiya edən molekulun sayı bölünsün N ümumi. Burada N dis niyə bərabərdir uşaqlar? Məxrəcdən qutaranda alfa vurulsun N-ə. O da bərabərdir 0,85 vurmaq 200. 2 dənə vergül atdıq, buradan da 2 dənə vergül. O da bərabərdir 85-i 2-yə vuranda 170 molekul. Neçə molekul oldu burada? 170 molekul dissosiasiya etmişdi. Cavab nə bənd oldu? Y bəndi. Deməli 200 molekulun bir də təkrar edirəm. 170-i dissosiasiya edir. Sizdən sual versə ki, uşaqlar dissosiasiya etməmiş
Düzdür, burada elə sual yoxdur, amma dissosiasiya etməmiş deyəndə 200-dən 170-i çıxanda, buradan 200-dən 170-i çıxanda 30 molekulu isə dissosiasiya etməmiş olur. Amma burada etmişdir soruşur. Cavab neçə oldu? 170. 5-ci sualı keçid alırıq. 2 mol kalium ortofosfat. Kalium 5-ci sualda. Kalium ortofosfat. Orta və necə duzdur? Normal duz 2 mol. Mol maddə miqdarıdır tam elektrolitik dissosiasiyasından. Normal duzlar neçə mərhələli dissosiasiya olur? 1 mərhələli. Katyon olaraq 3 mol katyon. Baxın 3 mol katyon və ortofosfat anionu neçə mol çıxır? 1 mol. 2 molun tam dissosiasiyasından cəmi neçə mol ion əmələ gəlir? Cəmi əmələ gələn ion neçə moldur? X mol. Bəs bu özü neçə moldur? 1 mol. Baxın, biri hardan götürəm? Duzun qarşısında heç nə yazılmıyorsa 1 molundan. Cəmi əmələ gələn ionların içərisində katyonlar da var, uşaqlar, anionlar. Kalium katyonu 3 mol, ortofosfat anionu qarşısında heç nə yazılmıyorsa 1 mol. Cəmi 4 mol ion əmələ gəlir. X bərabərdir. Kalium ortofosfatın dissosiasiyasından 8 mol ion əmələ gəlir. Cavab nə bəndə oldu? C bəndi. 6-cı sual. Məhlulda sirkə turşusunun dissosiasiya dərəcəsi. Sirkə turşusunun CH3, karbon, OOH zəif turşudur uşaqlar. Dissosiasiya dərəcəsi. Sirkə turşusu normal şəraitdə bilirsiniz maye halındadır. Və onun alfa dissosiasiya dərəcəsi 2,8%-dir. Yəni alfanın qiyməti 3-dən kiçik olanlar zəif elektrolitdir. Bu məhlulda sirkə turşusunun hər 1000 molekuldan böyük N-in qiyməti neçə molekuldur? 1000 molekul. 1000 molekuldan neçəsi dissosiasiya etməmiş haldadır? Etmiş yox, dissosiasiya etməmişi tapmalıyıq. Etməmiş haldadır sual işarəsi. Biz əvvəlcə dissosiasiya edən molekulu tapırıq. Alfa bərabərdir. N dis bölünsün N ümumi. Yəni dissosiasiya edən molekulların sayı bölünsün ümumi molekulların nəyinə? Sayına. O da vurulsun neçə faizə? 100%. Buradan alfanı N ümumiyə vururuq məxrəcdən qutarmaq üçün. Alfanın qiyməti neçə? 10,8-dir uşaqlar. 2,8. Dissosiasiya edən molekulu müəyyən edək. Ümumi molekul 1000 dənədir. Bunu da vururuq neçə? 100-ə. Buradan ixtisar da aparmaq olar bunları. Burada neçə qaldı? N. Dissosiasiya edən molekul bərabərdir. 2,8-i ona vuranda 28 molekul dissosiasiya edib. Neçə molekul dissosiasiya edib uşaqlar? 28 molekul. Qısa yazarlar. Yerləşmədi uşaqlar. Molekul. Pildüzdə ümumiyyətlə. 28 molekul dissosiasiya edib. Növbəti. Neçəsi etməmişdir? Bizdən etmişi yox, etməmiş. Özü qara hərflərlə yazıb. Etməmiş molekulları soruşur. 1000 dənə molekuldan, uşaqlar, cəmi ümumi 1000 molekul olur. 1000 molekul. 1000 molekulun 28-i dissosiasiya etmiş. Yəni 28-i iona parçalanmış. Bax, 1000 dənə molekulun neçəsi parçalanmış iona? 28-i dis etmiş. Qısa yazaq, dissosiasiya etmiş. Bəs neçəsi etməmişdi? 1000-dən 28 çıxanda nə qədər qalır? 900 neçəsi etməmişdi? 972 molekul dissosiasiya etməmişdi. Etməmiş nə qədər oldu? 1000-dən çıxdıq 28-i, yerdə qaldı dissosiasiya etməmiş molekul 972 molekul. Cavab nə bəndə oldu? Y bəndi. 7-ci sual. 1 mol qələvi suda həll etdikdə. Qələvi 7-ci sualda yazırıq. 7-ci sual qələvi yeyici natrium qələvisi və ya kaustik soda 1 moldur. 1 mol suda həll etdikdə məhlulda əmələ gələn ionların ümumi sayı. Əmələ gələn ion bilirsiniz nədir? Suda həll eləyəndən sonra, diqqətlə qulaq asın, əmələ gələn ion deyəndə N dissosiasiyadan sonra əmələ gələn ionların sayı nə qədərdir? 9 tam %3 vurmaq 13-ü 23-ə bərabərdir. İon sayı. İon nə idi bu? Sayı. Yəni bu suda həll eləyirlər qələvini. Qələvi suda həll olanda dissosiasiya olunur. Bir turşulu əsasdır deyimlə bir mərhələdə dissosiasiya olunur. Katyon olaraq metal atomuna,
anion olaraq isə hidroksid qrupuna dissosiasiya edir. Və bizə deyir ki, əmələ gələn ion sayı deyəndə, yəni ikisini nəzərdə tutur. Həm kationu, həm də anionu nəzərdə tutur. 9,3 vurmaq 10 üssü 23 sayda ion əmələ gəlirsə, gələvinin dissosiasiya dərəcəsini müəyyən elə, alfa müəyyən elə. Biz ümumi böyük N-i tapmalıyıq. Böyük N, yəni 1 molda olan ionların sayını müəyyən eləməliyik. 1 molda, baxın, 1 mol kation var, 1 molda anion var. Qarşısında heç nə yazılmayıbsa, neçə mol deməkdir? 1 mol. Natriumun qarşısında heç nə yoxdursa 1 mol kation. Burada da 1 mol nə var? Anion. Cəmi 2 mol ion var. 2 mol ionu, ion deyəndə burada 2 mol ionu saya çevirmək üçün nə ədədinə vururlar? Avogadro ədədinə. 2 mol ionu saya çevirmək üçün Avogadro ədədinə vururlar. Alfa bərabərdir. Biz nəyi tapırıq? N dissosiasiya olunan, dissosiasiyadan sonra əmələ gələn ionların sayı bölünsün N ümumi ionların nəyinə? Sayına. O da vurulsun neçə faizə? 100%. Suda həll olandan sonra əmələ gələn ion nə qədər idi? Az əvvəl burada məsələnin sözündə verilmişdi ki, 1 molu suda həll elədilər və bu zaman 9,3 vurmaq 10 üssü 23 sayda ion əmələ gəlir. Əmələ gələn deyəndə uşaqlar, əmələ gələn deyəndə o kiçik N olur. Həmişə yadınızda saxlayın, kiçik N verir. Yəni suda həll olandan sonra əmələ gələn. Böyük N-i də biz tapdıq ki, böyük N nə qədərdir? 1 mol qələvin içərisində 2 N-a qədər ion var. O da vurmaq neçə faizə? 100%. Burada 9,3-ün yerinə neçə yaza bilərik? 3 vurmaq 3,1 vurmaq 10 üssü 23. O da 2 vurmaq N-a 6,2 vurmaq 10 üssü 23. 23'lər getdi. Bununla da bu ixtisar getdi 2-yə. 2-ni 2-yə vuranda 4. Burada da 100 var idi. 100 ilə də 4 ixtisar gedir. 25 qalır. 25'i bu 3'e vuranda 75. Cavab neçə elədi? Alfanın qiyməti, baxın buradan cavab neçə oldu? Alfa 75%. Alfanın qiyməti neçə faiz oldu? 75%. Bir də izah eləyə bilərəm onu istəyirsiniz uşaqlar. Nəsə elə biləm tam yaxşı başa düşmədiniz. Baxın gələvi deyəndə, baxın bir də 7-ci suala qayıdıram. Gələvidir. 1 mol. Gələvi dissosiasiya eləyir 1 mol gələvi. Gələvlər ümumiyyətlə elektrolitdir. 1 molun içərisində kation 1 moldur. Anion, hidroksid anionu o da 1 moldur. 1 molda ümumən 1 mol kation var. Bax bu heç nə yazılmayıbsa 1 moldur. 1 molun içərisində 1 mol kation var, 1 mol anion. Cəmi 2 mol ion var. 2 mol ionu saya çevirmək üçün nə ədədinə vururlar? Avogadro ədədinə vururlar. Bu olur böyük N. Böyük N bərabərdir 2Na və suda həll etdikdən sonra deyir bu gələvinin 1 molun suda həll eləyəndən sonra ionların ümumi sayı isə N-disdir. Suda həll eləyəndən sonra əmələ gələn ionların sayı 9,3 vurmaq 10 üssü 23 iondur. Yəni orada suda həll eləyəndən sonra əmələ gələn ionların sayı deyəndə həm kation nəzərdə tutulur, həm də anion. Alfanı deyir müəyyən edin. Alfa nə dərəcəsidir? Dissosiasiya dərəcəsi. Alfa bərabərdir N dissosiasiya olunan molekul bölünsün N ümumi. O da vurulsun neçə faizə uşaqlar? 100%. O da bərabərdir 9,3 vurmaq 10 üssü 23-ün yerinə 3 vurmaq 3,1 vurmaq 10 üssü 23 yazırıq. Bunu da yerinə 2 vurmaq, N-in yerinə 6,2 vurmaq 10 üssü 23. İxtisar getdi burada 2, o da 100 var burada, vurmaq 100 də var. 2-ni 2-yə vuranda 4, 4 ilə də 100 ixtisar gedir 25. 25'i də bu 3'e vuranda alfanın qiyməti neçə oldu? 75%. Alfası 30%'dan böyük olanlar necə elektrolitlərdir? Qüvvətli elektrolitlərdir. Yəni alfanın qiyməti 30%'dan böyüdürsə, dərsin içərisində var idi, qüvvətli elektrolit, yəni elektrik cəryanı necə keçirirlər? Güclü keçirirlər. İndi bizdə burada 7-ci sualın cavabı C bəndi oldu. Alfanın qiyməti neçə oldu uşaqlar? 75%. Yəni bu maddə gələvlər doğrudan da güclü elektrolitdir. İndi keçid alırıq 8-ci suala. 8-ci sualda nədir uşaqlar? Elektrolitik dissosiasiya dərəcəsi, yəni alfası 80%-dirsə, 1,25 mol gələvi nə qədərdir? 1,25 mol gələvidir. Alfa da 80%-dir.
qələvini həll edilmişdi. 1,25 mol qələvi həll edilmiş məhlulda, məhlul nədən ibarətdir? Həll olan və həlledicidən cəmi nə qədər, cəmi neçə ion əmələ gəlir? Cəmi, yəni həll edildikdən sonra həll edilmiş məhlulda, bax burada yazıb ki, həll edilmiş məhlulda cəmi neçə ion əmələ gəlir? Əmələ gələn ion kiçik n disdir. Dissosiasiyadan sonra əmələ gələn ionun sayı bərabərdir nə işarəsi? Sual işarəsi. Yəni alfası 80%-dir. İndi baxın 1,25-in neçə faizi dissosiasiya uğrayır? 80%. 20% uğramır. 1,25-in 80% iona parçalanır. Ədədin faiz göstərisini tapmaq üçün faiz göstərisini vurub 100-ə bölmək lazımdır. Bununla bu getdi. 8-i 125-ə vuranda 1000, 1000-i də 10-a böləndə yox, 10, 10-u da 10-a böləndə neçə mol elədi? 1 mol. 1,25-i vurduq 8-ə, neçə elədi uşaqlar? 10. Burada da 10 qalmışdı. Böləndə 1 mol qələvi dissosiasiya olur. Neçə mol qələvi? Yəni 1,25 olsa da onun iona parçalanan hissəsi 1 moldur. 1 moldakı da ionların sayı müəyyən eləməliyik. 1 molda olan ionun sayını tapmalıyıq. Bir də təkrar edirəm, 1,25 moldur. Bunun 80% iona parçalanır. Ədədin faiz göstərisini tapmaq üçün faiz göstərisini vurub 100-ə böldük. O da eləyir 1 mol qələvi. 1 mol qələvidə olan ion sayını tapın. Yəni parçalanan, dissosiasiya edən, dis yazıram, qısa biləsiz. Dissosiasiya edən qələvi. Dissosiasiya edir natrium müsbətə və OH mənfiyə. 1 molunun içərisində diqqətlə fikir verin. Qarşısında heç nə yazılmıyorsa 1 molunda 1 mol kation, 1 molda anion var. Cəmi 2 mol ion var. Mol ion. O da saya çevirmək üçün niyə vururlar? Na-ya. 2 Na nədir? O da bərabərdir. 12,4 vurmaq 10 üssü 23. Vergül bir dənə önə qarşıya çəkəndə üssü bir vahid nə edəcək? Bunları bir-birinə vuranda 1,204 vurmaq 10 üssü 24 ion əmələ gəlir. Cavab nə bəndə oldu? B bəndi. 8-ci sualın cavabı nə bəndə oldu? B. Aydın oldu uşaqlar sizə? Növbəti suala keçid alır. 9-cu sual daha doğrusu. 9-cu sualda burada nə verib uşaqlar? Xörək duzu. Tam dissosiasiyası nəticəsində 6,2 vurmaq 10 üssü 23 ion əmələ gəlmişsə, suda neçə mol xörək duzu həll edilmişdir? Yəni xörək duzu orta və normal duzda tamamilə dissosiasiya edib kationa və bir də aniona. Nə qədər ion əmələ gəlib cəmi? 6,2 vurmaq 10 üssü 23 sayda cəmi ion deyəndə orada həm kation nəzərdə tutulur, həm də anion və bu zaman deyir neçə mol duz suda həll olub? Neçə mol duz suda həll olub bilmirik. 1 mol duz suda həll eləyəndə qarşısında heç nə yazılmayıbsa uşaqlar neçə mol deməkdir? 1 mol. Baxın burada heç nə yoxdursa 1 mol suda həll etdikdə 1 mol kation, 1 mol da anion əmələ gəlir. 2 molu saya çevirmək üçün 2 vurmaq Na qədər ion neynir? Əmələ gəlir. X da bərabərdir. 6,2 vurmaq 10 üssü 23-ü bölmək lazımdır 2 Na-ya. Na'lar getdi. 1 bölmək 2 o da bərabərdir. Nə qədər? 0,5 mol duz dissosiasiya, daha doğrusu 0,5 mol xörək duzu suda həll edilmişdir. Bizdən sual verir ki, neçə mol xörək duzu suda həll olunur? 0,5 mol duz suda həll olur. Cavab A bəndi oldu. 10-cu suala keçirik uşaqlar. Onda 2 mol xörək duzu 10-cu sualda 2 mol xörək duzu tamamilə dissosiasiya uğrayıb. Əvvəla bir də təkrar edirəm. Orta və normal duzlar bir mərhələli dissosiasiya edir. Kation olaraq metal atomuna, natriumdan 1 mol atom, anion olaraq xlor anionuna dissosiasiya edib. Deyir 2 mol xörək duzunun tamamilə dissosiasiyası nəticəsində neçə mol ion əmələ gəlib? Neçə mol ion əmələ gəlib? Yəni burada həm kation nəzərdə tutulur, həm də anionu. Bu özü neçə moldur? Qarşısında heç nə yazılmayıbsa 1 mol. 1 molun dissosiasiyasından 1 mol kation, 1 mol da anion əmələ gəlib. 2 mol ionu saya çevirmək üçün 2 vurmaq Na qədər. X da bərabərdir. Bu eləyəcək 2 vurmaq 2
NA-ya 1-ə bölmürlər. O da bərabərdir 4NA. 4NA-nın qiyməti neçəyə bərabərdir? Burada 24 %8 vurmaq 10 üssü 23. Bir dənə virgülü önə çəkəndə 2 tam 1408 vurmaq 10 üssü 24 olacaq. Üssü bir vahid neyini? Qüvvət artır. Cavab nə bəndə oldu uşaqlar? D bəndi. 11-ci sual. 1 mol kalsium nitrat suda həll etdikdə kalsium nitrat Norveç şorasıdır. Kitabda yoxdur uşaqlar. Bu azotlu gübrədir. Bu da sadə gübrədir. Norveç nə deyirlər? Şorası. Nitrat turşusunun bütün duzları suda həll olur. 1 moldur. 1 mol kalsium nitratı suda həll etdikdə əmələ gələn iyon sayı. Suda həll etdikdə əmələ gələn iyon sayı hansı n-dir? Böyük n yoxsa kiçik n? Yox, kiçik n. Suda həll etdikdə əmələ gələn iyon sayı kiçik n-dir. Kiçik n bərabərdir. Suda həll etdikdən sonra əmələ gələn iyonun sayı 9 tam %3 vurmaq 10 üssü 23 sayda iyon əmələ gəlir. Dissosiasiya dərəcəsinin alfa faizi ilə hesablayın. Bərabərdir sual işarəsi. Alfa niyə bərabərdir? Alfa bərabərdir. N dissosiasiyadan sonra əmələ gələn iyonların sayı bölünsün n ümumi iyonların sayına. O da vurulsun neçə faizə? 100%. Baxın, bir də təkrar edirəm. Burada cümlə belədir. Suda həll etdikdə əmələ gələn iyon. Baxın, əmələ gələn sözü deyəndə həmişə, bax bu söz görəndə əmələ gələn. Bunun altına xətt çəkirəm. Əmələ gələn deyəndə n dissosiasiyadan sonra əmələ gələn nəzərdə tuturam. Yəni kiçik n-dir. Biz baxırıq ki, 1 molda 1 mol katyon var. Katyon 1 moldur və 2 molda nitrat anyonu var. 1 molun içərisində 1 mol katyon, 2 mol anion. Cəmi nə qədər iyon var? 3 mol iyon. 3 mol iyonunu saya çevirmək üçün 3 vurmaq Na qədər. 3-ü də Na-ya vuranda 3 vurmaq, 6 tam %2 vurmaq 10 üssü 23 sayda iyon var. İndi alfanı tapmaq üçün ümumi n-i bildik. Yəni 1 molun içərisində nə qədər? N ümumi nə qədər oldu? 3 Na qədər. Dissosiasiyadan suda həll etdikdən sonra əmələ gələn iyonların sayı isə n-disdir. Yəni dissosiasiyadan sonra əmələ gələn iyonların sayı kiçik n-lə işarə olunur. Və sonra da biz alfanı müəyyən edirik. Alfanı müəyyən etmək üçün alfa bərabərdir. 9 tam %3 vurmaq 10 üssü 23'ü bölmək lazımdır 3. Na-nın yerinə neçə yazırıq? 6 tam %2 vurmaq 10 üssü 23. O da vurmaq neçə faizə uşaqlar? 100%. 9 tam %3'ün yerinə sizə hər dəfə öyrətmişəm. Neçə yazırıq? 3 vurmaq 3 tam %1. Yəni vuruq şəklində yazırıq. O da vurmaq 10 üssü 23. 3 vurmaq 6 tam %2 vurmaq 10 üssü 23. Bunlar ixtisar gedir uşaqlar. Burada 2 qalır. Bununla da bu getdi. 100 qaldı yuxarıda. 100'ü də 2-yə böləndə o da bərabərdir 50%. Alfanın qiyməti neçə faizdir uşaqlar? 50%. Alfa nə dərəcəsidir? Dissosiasiya dərəcəsi. Cavab nə bənd oldu? C bəndi. 11-ci sualın cavabı C bəndidir. 12-də biraz maraqlı sualdır. 12-də belə qrafik verib uşaqlar. Məhlul yazın. Məhlul. Baxın, məhlul. Məhlul neçə millidir? 400 millilitr. Yəni V məhluldur bu. Məhlulun həcmi 400 millilitrdir. 0,5 m isə molar qatılıqdır. Bu S-nin qiymətidir. S necə qatılıqdır? Molar qatılıq. O da bərabərdir 0,5 m nə deməkdir? Molar qatılığın vahididir. Yəni m-in yerinə mol bölünsün nə deməkdir? Litr. Qatılığın vahidi ya mol bölünsün litr yazılır, ya da m-nə? 0,5 m. Böyük m necə qatılıqdır? Molar qatılıq. Məhlulun həcmi isə nə qədər verib uşaqlar? 400 millilitr. Millilitri litrə çevirmək üçün neçəyə bölmək lazımdır? 1000-ə. Məhlul həll olan və həll edicidən ibarətdir. O da eləyir 0,4 litr. Sonra deyir ki, həll olan maddə. Məhlulda qrafikdə deyir burada həll olan maddə. Həll olan maddə deyəndə uşaqlar nə var orada həll olan maddə? X xlor n qədər və xlor iyonlarının sayı. Sonra da iyon sayı yazıb. Hansı iyonun sayı? Xlor anionunun sayı verib. Aniondur xlor anionu 0,5 mol. Yəni orada xlor anionu 0,6 daha doğrusu 0,6 molda xlor anionu var. Bizə deyir ki, n-i müəyyən edin. Əvvəlcə biz qatılığın düsturunu yazaq uşaqlar. Qatılığın düsturunu niyə görə yazırıq? Məhlul nədən ibarətdir? Həll olan və həll edicinin. S molar qatılıq nü həll olan maddə nə idi orada? X
xlor N, bu həll olan duzdur. X metalda xlor nə qalıqıdır burada? Turşu qalığı bölünsün V məhlula. Məhlulun qiyməti verilib, molar qatlığı verilib. Nü, duzun maddə miqdarı, qabın içərisində həll olan duzun maddə miqdarını tapmaq üçün qatılığı məhlulun ümumi həcminə vurur. Qatılıq nə qədər idi? 0,5. Məhlulun həcmi isə 400 ml litrə çevirmək üçün 1000-ə böləndə 0,4. 0,5-in yerinə 2-də 1 vurmaq 0,4. O da bərabərdir 0,2 mol duz olur. Duz nə qədərdir uşaqlar? 0,2 mol. İndi həmin duzun dissosiasiyasını yazmalıyıq. Dissosiasiya sözünün mənası niyə parçalanma, iona parçalanma. Katyon olaraq X metalın valenti N isə N müsbətə, baxın, valenti N olduğuna görə N müsbətə və N keçir xlorun qarşısına N xlor mənfiyə, xlor anionu. Bu nə qədərdir duz? 0,2 mol duzdur və 0,2 molundan əmələ gələn xlor ionu az əvvəl özləri vermişdi, 0,6 mol ion əmələ gəlir. Biz N-in qiymətini müəyyən eləməliyik. O zaman hər tərəfin neçəyə bölünür? 0,2-yə bölünür ki, 1 mol üçün müəyyən elə. 0,2-yə böləndə bu eləyir 1 mol. Bunu da 0,2-yə böləndə neçə mol ion əmələ gəlir? Onda N-in qiyməti neçə olur uşaq? Yəni burada bunu 0,2-yə bölünür, bunu da 0,2-yə bölünür. 1 mol qalır. 1 mol bu duzun dissosiasiyasından əmələ gələn xlor ionu 0,6-0,2-yə böləndə 3 mol xlor anionu əmələ gəlir. O zaman N-in qiyməti neçəyə bərabərdir? 3-ə. N-in qiyməti 3-ə bərabərdirsə, onda bu neçə valentli metalın duzudur? 3 valentli metalın nə idi? Duzudur ki, suda həll olan duzdur ki, dissosiasiya edir. Yəni 3 valentli metalın suda həll olan duzu ionlara dissosiasiya edir. Cavab neçə oldu? Y bəndi. 13-ə baxaq uşaqlar. Yenə də orada məhlul verib. Məhlul nədən ibarətdir? Həll olan və həll edicidən. Məhlulun həcmi verilib uşaqlar. Məhlulun həcmi 200 ml-dir. Millilitri litrə çevirmək üçün neçəyə bölünür? 13-ü 3-ə 1000-ə böləndə o da eləyir 0,2 litr. Qatılıq verilib. Yenə molar qatılıq verib. Molar qatılığı nə ilə işarə edilir? S ilə. S bərabərdir 0,2 M. Bu molar qatılığında bu M-in yerinə uşaqlar belə də yaza bilərik. 0,2 mol bölünsün litr. Yəni buradan bilməlisiniz ki, M hələ 1 M 1 mol bölünsün nə deməkdir? Litr deməkdir. Məhlul nədən ibarətdir? Həll olan və həll edicidən. Orada həll olan maddə X xlor N-dir. Bu həll olan maddədir, həll olan. Yəni orada həll olan duzun maddə miqdarını tapmalıyıq. Sonra bu həll olan duzda olan xlor ionu verir. Xlor ionlarının sayı isə 0,8 mol xlor ionu var və deyir N-in qiyməti müəyyən edin. Birinci qatılığın düsturunu yazmaq lazımdır. Qatılıq, molar qatılığı necə yazırdı? S bərabərdir. Nü, həll olan maddə, bölünsün V nəyə? Məhlula. Burada S var, V də var. Bu məxrəcdən qutaranda nü, duzun nə miqdarı, həll olan duzun maddə miqdarını tapmaq üçün S vurmaq, V məhlul. S-nin qiyməti qatılıq nə qədərdir? S molar qatılıqdır. 0,2 qatılığın qiyməti vurmaq. Məhlulun həcmi də elə 0,2 litrdir. Bu da eləyəcək uşaqlar 0,2-0,2-yə vuranda 0,4 mol duz var. Duzun nə miqdarıdır? Maddə miqdarı. Həmin duz dissosiasiya edir və dissosiasiyasından metal nə qədər əmələ gəlir? Metala baxın. Yox, bir dənədir, indeksinə baxın. N müsbətə. Baxın, N müsbət hardan götürürəm? Yəni onun valenti N-dir və xlorun sayı N-dir. N, xlor nəyə? Xlor bir valentlidir, xlorid anionuna. İndi bu duzun sıfırdan, o duzun, həmin duzu yazırıq yenə də. Bu duzun nə qədər idi? Dissosiasiyası bir də təkrar yazıram. X, M müsbətə, yəni baxın M müsbətə, N, xlor niyə? Mənfiyə. N buradaydı, xlor bir əsaslıdır. 0,4 molundan əmələ gələn xlor ionu nə qədərdir? 0,8 mol. Bizə lazımdır N-in qiymətini tapmaq üçün ən kiçiyinə bölək. Ən kiçiyi neçədir burada? 4-ə böləndə nə qədər eləyəcək? İnşallah 4-ə bölək. Bunu da 4 mola bölürük. 4 mola böləndə neçə mol elədi? 1 molundan neçə mol əmələ gəlir? 2 mol. N-in qiyməti neçəyə bərabərdir? 2-yə. Yəni burada böləndə görürsünüz ki, 2 mol xlor anionu əmələ gəlir.
E'nin qiyməti 2 oldu ki, bu duzun ekvivalentli metalın duzudur. Yəni bu müsbət 2, bu mənfi 1-dir. Dissosiasiyasına X 2 müsbətə və 2 keçir qarşısına 2 xlor mənfiyə. 1 mol katyon və 1 mol da nə əmələ gəlir? Anion. Növbəti suala keçirik uşaqlar. Növbəti sual 14-cü sualdır. 14-cü sualda maraqlı sualdır uşaqlar, baxaq burada. Belə bir qab verib, səhv eləmirəmsə bu imtahana düşmüşdür uşaqlar deyəsən. 2M molar qatılıqdır, 1 litrdir. Qatılığı 2M olan 1 litr məhlulda dəmir 3 bromid məhluludur. 3 bromidin nə idi? Məhlulu. Məhlul nədən ibarətdir? Həll olan və həll edicidən ibarətdir və digər bu birinci qabdır. İkinci qabda yenə də burada qatılıq verilib. Qatılıq neçə M-dir? 2M molar qatılıq. Məhlulun həcmi 2 litrdir və kalium bromidin nə idi uşaqlar? Məhlulu. Bu da neçənci qabdır? İkinci qab. Qatılıq C bərabərdir 2M və məhlulun həcmi neçə litrdir? Məhlulun həcmi 1 litr. Bizə lazımdır burada həll olan duzun maddə miqdarı. C bərabərdir, belə düstur vardır. Nü həll olan maddə nədir bizdə? Dəmir 3 bromid bölünsün V məhlul. Buradan nü'nün qiymətini tapanda uşaqlar CV yazırıq. C vurmaq V-yə. 2-ni 1-ə vuranda, baxın, qatılığın qiyməti 2-dir, həcmi də 1 litr. O da bərabərdir 2 mol orada birinci qabda dəmir 3 bromid var. Bu duzu müəyyən elədik. İkinci qabda da yenə nü'nü tapmalıyıq. Qatılıqdır bu. Yenə də burada məhlulun həcmi verilib. Həcmi 2 litrdir, qatılığı 2-dir. Nü'nü tapanda nü kalium bromid, yəni orada həll olan maddə kalium bromidin nüsünü tapanda CV, o da bərabərdir 2-ni 2-yə vuranda 4 moldur. Deməli, birinci qabda 2 mol duz var, ikinci qabda isə 4 mol duz var. Birinci qabda dəmir 3 bromid neçə mol oldu? Birinci qabda 2 mol. Bəs ikinci qabdakı duz kalium bromid həll olan duzdur. 4 mol duz var. Bizə deyir ki, hansı ifadə doğrudur? Alfa, məsələn, axırında deyib ki, məhlulları üçün hansı ifadə doğrudur və bir də mötərizədə yazıb ki, alfası 100%-dir. 100% nə deməkdir? Tamamilə dissosiasiya edir. 2 molun hamısı dissosiasiya edir. Dəmir, burada valenti 3-dürsə 3 müsbətə, katyonuna, dəmir katyonuna və 3 mol bromid anionuna. Digər duz dissosiasiya edir. Orta və normal duz kalium katyonuna və bromid anionuna. Hər iki qabda eyni sayda iyon var. Baxın, burada 2 molundan 1 molunda nə qədər iyon var? 1 mol katyon, 3 mol da anion. Yəni 1 molunda 1 mol katyon, 3 mol da anion, 4 mol iyon varsa 2 molunda nə qədər iyon var? Birbaşa yazdım uşaqlar. 8 mol iyon. Tənasüb qurmadım. Baxın, buradan görürsünüz 1 molunda 1 mol katyon var, 1 yazmırlar. 3 mol da anion. Cəmləyəndə 1 mol duzun dissosiasiyasından 4 mol iyon əmələ gəlirsə, 2 mol duzun dissosiasiyasından birbaşa yazıram 8 mol iyon əmələ gəlir. Sonra aşağıdan 4 molunda nə qədər iyon var? Baxın, 1 mol duzda, qarşısında heç nə yazılmıyorsa 1 molda 1 mol katyon var, 1 mol da anion. Yəni 1 mol duzdan 2 mol iyon əmələ gəlirsə, 4 molundan isə 2 dəfə çox, yenə də 8 mol nə əmələ gələcək? İyon. Yəni hər iki qabda dissosiasiya alfa 100% olduğuna görə dissosiasiyadan sonra əmələ gələn iyonların sayı eynidir. Birinci sualın cavabı doğrudur. Bilmirəm, indi tam aydın oldu sizə ya yox. Baxın, tənasüblə də yaza bilərdim belə. Dəmir 3 bromidin dissosiasiyasını yazardım. Dəmir 3 müsbət və 3 bromid anionuna. Nə qədərdir uşaqlar? Duz 2 mol idi. 2 molun dissosiasiyasından cəmi nə qədər iyon əmələ gəlir? X iyon əmələ gəlir. Əmələ gələn iyon. Bəs bu özü heç nə yoxdursa 1 moldur. 1 molundan isə 1 mol katyondur, 3 mol da anion. Cəmləyəndə 4 mol iyon var orada. X da bərabərdir. 2-ni 4-ə vuranda 8 mol iyon. Yəni az əvvəl şifayı yazmışdım. Bir də yazılı şəkildə göstərdim. Burada 8 mol iyon əmələ gəlir. Digər qabda kalium bromid dissosiasiya edir. Dissosiasiya iyona parçalanmada kalium müsbətə, bir də brom mənfiyə. Burada dissosiasiyadan əvvəl deməli 4 mol duz var. 4 molundan nə qədər iyon əmələ gəlir? X mol iyon, yəni cəmi soruşur da. Burada da 1 moldur uşaqlar. Heç nə yazılmayıbsa 1 moldur.
və 1 molundan əmələ gələn iyon sayı 1 mol burada kationdur, 1 mol da anion. Neçə mol iyon əmələ gəlir? 2 mol iyon əmələ gəlir. X də bərabərdir 8 mol iyon əmələ gəldi. Yəni kationla anion ikisi birlikdə iyonların sayı eyni deyil. Birinci qabda da 8 mol iyon, ikinci qabda da 8 mol iyon. Birinci sualın cavabı doğrudur. İkincidə nə deyir? Dəmir 3 müsbət və kalium müsbət iyonlarının molar qatlığı eynidir. Dəmir 3 müsbət və kalium, dəmir kationu və kalium kationunun molar qatlıqları nədir? Eynidir. Molar qatlıq tapmaq üçün dəmirin nə miqdarı? Mol miqdarı nü, dəmir kationunun mol miqdarı bölmək lazımdır məhlulun nəyinə? Həcminə. O da bərabərdir. Dissosiasiyadan sonra dəmir kationu, deməli 2 mol duzun dissosiasiyasından az əvvəl burada göstərmişdik də, baxın 2 mol duzun 1 molundan 1 mol kation əmələ gəlir. Qısa şəkildə yazım nöqtə. Burada dəmir 1 dənədir, burada da 1 dən. Bizdə də duz 2 mol idi. 2 molundan da yenə də neçə mol kation əmələ gələcək? 2 mol. O 2 mol kationu bölmək lazımdır. Birinci qabda məhlulun həcmi 1 litr idi. O da bərabərdir. Birinci qabda qatlıq nə qədər oldu? 2 mol bölünsün litr. İkinci qabda isə kalium kationunun qatlığını tapmaq üçün kaliumun mol miqdarı, yəni kalium bromidin dissosiasiyasından əmələ gələn kalium kationunu müəyyən etmək lazımdır. 1 molundan 1 mol əmələ gəlirsə, burada da 4 molundan 4 mol əmələ gələcək. Və 4-ü də bu iyonun sayın 4 mol iyonu bölmək lazımdır. Qabın həcmi neçə litrdir? İkinci qabın həcmi isə 2 litr idi. Bu da bərabərdir yenə 2 mol bölünsün litr. Deməli, ikinci sualın da cavabı doğrudur. Dəmir 3 müsbət və kalium iyonlarının molar qatlığı eynidir. Birinci sualın cavabı doğru oldu. Hər iki qabda 8 mol iyon oldu. Birinci qabda da 8 mol iyon, ikinci qabda da. İkinci sualda deməli qatılıq, dəmir kationunun qatılığı nə qədər oldu? 2 mol bölünsün litr. Kalium kationunun da qatılığı o da bərabərdir 2 mol bölünsün litr. Deyir, qatılıqları eynidir. O da düzgündür. Hər iki qabda eyni sayda brom iyonu var. Üçüncü doğru deyil. Niyə görə doğru deyil? Dəmir 3 bromidin dissosiasiyasından əmələ gələn brom iyonu nə qədərdir? 3 mol brom iyonu. Çevirmə kimi yazdım aşağı. Bu neçə moldur burada duz? 2 molundan nə qədər iyon əmələ gəlir? X. Bu da 1 molundan isə neçə mol iyon əmələ gəlir? 3 mol. Birinci qabda bromid iyonunun sayı 6 mol. Bromid nə var orada? Anionun. Baxın 6 mol iyon var. Birinci qabda brom anionu. İkinci qabda isə kalium bromidin dissosiasiyasından çevirmə yazsam, burada brom 1 dənədir, burada 1 yazıram. 4 molundan isə, duzun 4 molundan elə 4 mol iyon əmələ gələcək. Tənasüb qurmaya ehtiyac yoxdur. 1 molundan 1 mol əmələ gəlirsə, 4 molundan 4 mol. Deməli, üçüncü sualın cavabında brom iyonu birinci qabda nə qədər oldu? 6 mol iyon brom anionu oldu. Bəs ikinci qabda nə qədər oldu uşaqlar? İkinci qabda isə 4 mol iyon brom anionu var. Yəni orada olan brom anionlarının sayı eyni deyil, fərqlidir. Doğru cavab 1 ilə neçə oldu orada? 2. 1, 2 nə bəndidir? B bəndidir. 15-ci sual maraqlı sualdır uşaqlar. Çox maraqlıdır 15-ci sual. Nü miqdarının, maddə miqdarından, tau nədən asılıdır? Qrafiki zamanından asılıdır. Rafael, sən də bax bir də bu suala 15. Nü maddə miqdarı. Açıq sualda da düşmüşdü belə bir sual. İndi bu ilin imtahanında açıq sualda belə bir oxşar sual düşmüşdü. Eyni yox, oxşarı düşmüşdü. Nü maddə miqdarının zamandan asılı qrafikidir uşaqlar. Deməli, məhsullar nə başlanğıcından keçir? Koordinat başlanğıcından keçir. Y-O4 N mənfi, bu aniondur. Anion bilirsiniz də nədir uşaqlar? Turşu qalığıdır. Və burada məhsul get-gedə artdı. Kation nə qədər əmələ gəlib? X, M müsbət. Yəni burada anionla kation. Anion əmələ gəlib 0,3 mol və kation da əmələ gəlib 0,2 mol. Duz özü nədir? Duz da belə bir duzdur. X, N. Baxın, X-in indeksində neçə var burada? N. Y, O4, M. Bu duzdur, bu metaldır, bu nə qalığıdır? Turşu qalığı. Duzun özü maddə miqdarı isə 0,1 moldur. 0,1 molun
Qrafikdə 0,1 mol XN, YO4, M birləşməsinin iyonlara tam dissosiasiyasından, tamamilə dissosiasiya olunanda N qədər X, baxın N hardan gəldi indeksində, N qədər X M müsbətə, yəni valenti M olduğuna görə və YO4-dən də M qədərdir. M qədər YO4 N mənfiyə. Nə mənfi oldu orada? M mənfi. Bir də təkrar yazıram, baxın. Duzun dissosiasiyasından X, N, Y, O4, M qədər. Duz özü nə qədərdir? 0,1 mol duz verilib. Tamamilə dissosiasiya uğrayıb. X atomundan N'dir. Baxın, sayı N'dir. M yükü isə M müsbət. Yükü buradan götürürəm M müsbətə. Plus YO4 nə qədərdir? M qədər. Baxın, M qədər. YO4. Bunda yükü N mənfiyə. Nə qədər mənfi oldu? N mənfiyə. Və 0,1 molunun birləşməsinin iyonlara tam dissosiasiyası qrafikdəki kimi katyon nə qədər əmələ gəlib orada? 0,2 mol qrafik çəkmişdim. Burada katyon. Baxın, bundan 0,2 mol. Anion isə 0,3 mol əmələ gəlib. Yəni duz özü isə 0,1 moldur. Deyir, bu birləşmənin formulunu müəyyən edin. Formulunu müəyyən etmək üçün biz nəyi müəyyən etməliyik? N-lə M-i müəyyən etməliyik. Biz N-lə M-i müəyyən etmək üçün 1 molunun formulunu müəyyən edirik. 1 molunun formulunu təyin etmək üçün 0,1-ə bölürük hər tərəfin. Bunu 1 etmək üçün, baxın 0,1-dir. Burada neçə rəqəmidirsə, həmin rəqəmin özünə bölürük. Neçəyə bölürük? 1 eləmək üçün həmin rəqəmin özünə bölürük. Bunu da neçəyə bölürük? 0,1-ə, bunu da 0,1-ə böləndə. Burada neçə mol oldu? 1 mol. Burada neçə mol qaldı? 2 mol. 0,3-ü 0,1-ə böləndə 3. N-in qiyməti neçə oldu? 2. M-in qiyməti 3. Burada N-in qiyməti 2. M-in qiyməti isə 3 oldu. Deməli, bu duz nə tər oldu? X, 2, Y, O4, 3. Bu 3 valentli metalın suda həll olan duzudur ki, iyonlara nə edib uşaqlar? Dissosiasiya edib. Suda həll olmayan duz iyona dissosiasiya etmir. Katyon olaraq 2 mol katyon, anion olaraq isə 3 mol anion əmələ gəlib. Biz N-lə M-i müəyyən etmək üçün, baxın, hər tərəfin 0,1-ə böldük. Neçəyə böldük burada? 0,1-ə. 1 molundan 2 mol katyon, 3 mol da anion əmələ gəlib. Katyon 2 mol, anion da 3 mol. Cavab burada oldu 2, 3 A bəndi. 16-da belə bir sual var uşaqlar. 16-cı sual. 16-da yenə də nümunə miqdarının, maddə miqdarının, mol sayının, tau zamandan asılı qrafiki. Məhsullar nə başlanğıcından keçir? Koordinat başlanğıcından. Dissosiasiyadan sonra X, N müsbət nə qədər əmələ gəlib? 0,6 mol katyon əmələ gəlib. Baxın, katyon 0-cı saniyədə yox idi. Yəni, dissosiasiya eləyəndən sonra get-gedə artdı və nəhayət katyonun miqdarı nə qədər oldu? 0,6 mol. Bəs anion, o da artdı uşaqlar. Anion Y, N mənfi əmələ gəlib. Biri M müsbətdir. Daha doğrusu bunun üstündə M müsbət yazıb. Burada da M mənfi. Anion əmələ gəlib. Anion nə qədərdir? 0,3 mol. Bizə deyir ki, bu qrafikə əsasən, 16-cı sualda qrafik belə verilib uşaqlar. Qrafikə əsasən X, N, Y, M birləşməsidir. Və bu birləşmə özü nə qədərdir? 0,3 molunun tamamilə dissosiasiyasından, yəni tam dissosiasiya uğrayıb. Başa düşürsünüz də dediyim. Tamamilə dissosiasiyasından əmələ gələn katyon və anionu müəyyən edin. İndi tamamilə dissosiasiya eləyəndə biz nə edirik? Tamamilə dissosiasiyasından N qədər X, M müsbətə. Baxın, N-dir bu. Bunun valenti M-dir, M müsbətə. Bundan isə nə qədərdir? M deyil. M qədər, baxın, indeksinə baxın, M qədər Y, valenti N olduğuna görə N mənfiyə dissosiasiya edir. 0,3 molunun dissosiasiyasından 0,6 mol katyon və 0,3 mol da anion əmələ gəlir. Bizə 1 molunda olan iyonların sayını deyir tap. 1 molunda olan iyonların sayını tapmaq üçün hər tərəfin 0,3-ə böləndə 1 mol, bu da 0,3-ə böləndə 2, bunu da 0,3-ə böləndə 1 qaldı. Burada N-in qiyməti 2, M-in qiyməti neçədir? 1. Və duzun formulu necə olur uşaqlar?
Duzun formulu oldu orada x2 y. Yəni burada 1 çıxdı. N'in qiyməti 2 oldu və m'in qiyməti isə 1 oldu. Cavab nə bəndi oldu? A bəndi. Növbəti suala keçirik 17. 17-də nə deyir uşaqlar burada? 17-də belə bir xh4, xo2 verir. Dissosiasiya oraya. Bu nədirsə dissosiasiyasına xh müsbətə. Bu amonyum. Bəli, amonyum nitritdir də bu. XO2 nədir? Mənfiyə. Sonra YH4-dür. YO3-dür. Dissosiasiyasından nə əmələ gəlib? YH4 müsbətə və YO3 niyə? Mənfiyə. Bizə deyir ki, X və Y-in oksidləşmə dərəcəsi müəyyən edilir. Sizə nə öyrətmişdim? İyonların X-in oksidləşmə dərəcəsini və Y-i müəyyən edilir. İyonun oksidləşmə dərəcəsinin zəbri cəmi. İyonun yükünə bərabər. İyonun nəyinə bərabərdir? Yükünə nədir? Bərabərdir. İyonun yükü neçə birdir? Müsbət 1. X-in dərəcəsini müəyyən eləmək istəyirik. Buradakı X-i. X. Bu neçə birdir? Müsbət 1. X-i vurduq 1-ə. X, 1-i vurdum 4-ə, plus 4. İyonun yükü neçədir uşaqlar? Neçə birə bərabərdir? X də bərabərdir. 1-dən də 3 çıxandır. Bax, müsbət 1. Bu 4-ü də digər tərəfə keçirdəndə mənfi 4. X də bərabərdir. Neçə 3 oldu? Mənfi 3. Burada X-in, yəni XH4-də X-in dərəcəsi neçə 3 oldu? Mənfi 3. İndi XO2-yə baxırıq. Baxın, iyonların oksidləşmə dərəcəsinin, bu iyondur uşaqlar, iyonun oksidləşmə dərəcəsinin cəbri cəmi iyonun yükünə bərabərdir. Bunun oksidləşmə dərəcəsi X-dir. Oksigenin oksidləşmə dərəcəsi mənfi 2. X-i vurdum, indeksi 1-dir, X. X-i 1-ə vuranda X. Mənfi 2, 2-yə vuranda mənfi 4. Bərabərdir. İyonun yükünün üstündə mənfi yazıbsa, neçə 1-ə bərabərdir? Mənfi 1-ə. X də bərabərdir, mənfi 1. X 4-ü bu yana keçirdəndə plus 4. X də bərabərdir, müsbət 3-ə. Deməli, burada XH4-də mənfi 3-dir. XO2 mənfidə isə, bu katyonda isə neçə 3 oldu? Müsbət 3. Bu, əslində amonyum, siz bildiyiniz amonyum nitritin duzudur. Nəyin duzudur bu? Nitrat yox, nitritin neydi? Duzu. Tərkibində NH4 olan duzlar nə duzlardır? Amonyum duzları. Bu duz amonyum nitritin duzudur. Yəni, nitrit turşusun NO2-də turşu qalığı neçə əsaslı turşudur? Bir əsaslı. Baxın, amonyum bir də təkrar yazıram. Amonyum qrupu invalenti 1-dir. NO2. Nitritin duzu. Burada azotun dərəcəsi mənfi 3. Birinci azotun dərəcəsi mənfi 3-dir. NO2-dəki, yəni turşu qalığındakı azotun dərəcəsi isə neçə 3-dir? Müsbət 3-dir. İndi keçirik Y-ə. Bir də təkrar deyək. İyonların oksidləşmə dərəcəsinin cəbri cəmi niyə bərabərdir? İyonun nəyinə? Yükünə. Bunun yükü nəyinə işarə edilir? Bunun oksidləşmə dərəcəsi Y-dir. Hidrogenin oksidləşmə dərəcəsi Y-i vurdum indeksi 1-ə Y. 1-i vurdum 4-ə. Müsbət 4. O da bərabərdir. Yükü neçədir uşaqlar? Bir də müsbət yazıblarsa yük müsbət 1-ə bərabərdir. Y də bərabərdir. Müsbət 1. 4-ü digər tərəfə keçirdəndə minus 4. Y də bərabərdir. Mənfi 3-ə. Y buradan tapdıq. Sonra YO3 mənfi yazıb. Aniyondur. Yenə də oksidləşmə dərəcəsinin cəbri cəmi mənfi 1-ə bərabərdir. Y vurdum 1-ə, Y. 2 3-ə, mənfi 6 bərabərdir. İyonun yükü neçədir? Başın üstündə mənfi yazıbsa, bura mənfi 1-ə. Y də bərabərdir, mənfi 1. Digər tərəfə keçirdəndə minus 6, bura plus 6 yazırıq. Y də bərabərdir. 6-dan da 1 çıxanda neçə oldu burada? Y-in oksidləşmə dərəcəsi müsbət 5-dir. Deməli, burada nəyi müəyyən edirik uşaqlar? Cavabda belədir. X-in oksidləşmə dərəcəsi. X-da XH4, XH4, XO2-dir. Burada X-in oksidləşmə dərəcəsi mənfi 3 və müsbət 3 oldu. Sonra Y-in oksidləşmə dərəcəsi YH4, YO3. Burada isə Y-in oksidləşmə dərəcəsi mənfi 3 və neçə 5-dir? Müsbət 5. Bu deməli oldu amonyum nitritin duzu. Nəyin duzudur bu? Nitritin duzu. Bu isə amonyum nitratın duzudur. Hər ikisi orta və necə duzdur? Normal duzdur. Bu nitritin duzudur. Bu isə nitratın duzu. Burada azot mənfi 3, müsbət 3. Burada azot mənfi 3. Bu da müsbət 5-dir.
Tamam, başa düşdünüz bunu. Yaxşı, maraqlı sualdır yəni. 18-ci sualı da yazaq uşaqlar. 18 nədir burada? 18-ci sualda 200 qram 49 faizli sulfat məhlulu. Necə yazırıq? 200 qram məhlul nədən ibarətdir? Həll olan və həlledicidən 49 faizli sulfat məhlulu. Məhlulda sulfatın qramın müəyyən eləmək üçün ədədin faiz göstəricisini tapmaq üçün faiz göstəricinə vurub 100-ə bölürlər. Bununla da bu getdi. 98 qram sulfat var. 98 qram sulfat elə neçə mol deməkdir uşaqlar? 1 mol. Sulfatın emiri 98-dir. Deyir, məhlulda olan SO4 iyonların sayını müəyyən elə. Əslində duru sulfat neçə mərhələli dissosiasiya uğrayır? 2 mərhələ. Amma yekun dissosiasiyasını yazsam, 2 əsaslı turşu olduğuna görə neçə mərhələli dissosiasiya uğrayır? 2 mərhələ. Amma yekun halda yazsam, yekun dissosiasiya 2 H müsbətə, katyon olaraq hidrogen atomuna, anion olaraq SO4 anionuna dissosiasiya edir. Sulfat anionuna. 98 qram elə 1 mol deməkdir. 1 molun içərisində olan alfanın qiyməti deyir, özü verib alfa 100%-dir. Yəni tamamilə dissosiasiya uğrayır. Alfasının 100 verməyin səbəbi o deməkdir ki, 98-in 98 qramında dissosiasiya uğrayır. 98 qram neçə mol deməkdir? 1 molundan 1 mol iyon əmələ gəlir. 1 molda nə qədər SO4 anion? O da Na qədər. Cavab nə qədər eləyəcək? Altdan %2 vurmaq 23 sayda sulfat anion əmələ gəlir. Baxın, 1 mol iyonu saya çevirdim də. 1 molda nə qədər iyon var? 6-dan %2 vurmaq 23 sayda iyon var. Cavab nə bəndə oldu? A bəndə. Bir də izah eləyə bilərəm uşaqlar. Əvvəlcə biz nə edirik? Deməli, 200 qramın məhlul nədən ibarətdir? Həll olan və həll edicidən. Məhlulun 200 qramın 49%-ni müəyyən elədik. 49-u müəyyən eləyəndən sonra ədədin faiz göstəricisini tapmaq üçün faiz göstəricisine vurub 100-ə böldük. 98 qram sulfat elə mola çevirəndə daha rahat başa düşəcəksiniz. Yəni emir sulfat 98 olduğuna görə H2 SO4 98-dir. O da bərabərdir 1 mol deməkdir. O da bərabərdir neçə mol deməkdir? 1 mol sulfat. 1 mol H2SO4'da olan SO4 iyonları çevirmə də yaza bilərsiniz uşaqlar. SO4 alfa deyil 100%-dir. Yəni alfa 100% tamamilə dissosiasiya uğrayıbsa sulfat iyonlarını deyir müəyyən edir. Həmən tez olmaqdan ötəri baxın nöqtə-nöqtə çevirmə yazırıq. Burada SO4 anionu 1 molda elə 1 mol anion var. 1 molun içərisində 1 mol sulfat anionu var. O da saya çevirmək üçün Na qədər. Na'nın da qiyməti nə qədərdir? 6,2 vurmaq 23 sayda sulfat anionu var. Nə anionu var? Sulfat anionu. Cavab A bəndi. 19 uşaqlar. 19'u yazaq. 19'da nə deyir uşaqlar? 19'da natrium sulfat verib 0,5 mol. Natrium sulfat orta və necə duzdur? Normal duz 0,5 mol. Və 19'da dəmir 3 sulfat verib. Dəmir 3 sulfat burada suda həll olan duzdur. O da nə qədərdir uşaqlar? 0,5 mol. Və deyir, suda həll etdikdə alınan məhlulda SO4 iyonlarının sayını müəyyən edin. Hər iki elektrolit üçün, yəni 2 dənə elektrolit var. Hər ikisi üçün alfa neçə faizdir? 100%. Alfa 100% olması nə deməkdir? Yəni hər iki duz, elektrolit sözünün mənası elektrik cəryanı keçirən duz. Hər iki duzun alfası 100%-dirsə, o demək ki, tamamilə dissosiasiya uğrayır və bizdən soruşur ki, neçə mol sulfat iyonu var. İyonu müəyyən edirik. Bütöv dissosiasiyada yaza bilərsiniz uşaqlar. Orada tez həll eləmək üçün çevirmə də yaza bilərsiniz. Amma mən sizə çevirmə necə yazırdı? Yəni burada olan SO4'ü soruşur yalnız. 1 mol hissəsi 2-ə Bəli, 1 molunda burada iyon SO4 anionu, hələ bir dənə SO4 nəyi var? Anionu var. Çevirmə yazdım da, baxın SO4'ü müəyyən elədim. 1 mol iyon var. 0,5 molunda isə, baxın 0,5 molunda burada da neçə iyon oldu? 0,5 mol iyon. Digər duzun dissosiasiyasından isə vaxt itirməmək üçün burada çevirmə yazanda dəmir 3 sulfat. Dissosiasiya iyonu parçalanır. 3 mol SO4 anionu. Nə anionu oldu uşaqlar? 3 mol sulfat anionu. 1 molundan neçə mol anion əmələ gəlir? 3 mol. 3'ü bildiniz hardan götürdük də uşaqlar, baxın.
Buradan 3 dənə anion. Qısa çevirmə yazırıq uşaqlar. Bu 2-yə bölsək 0.5 mol. İndi bu 0 bəli 0.5 molundan isə 1-dən əgər 3 əmələ gəlirsə 0.5-dən isə 1.5 mol. Yəni 1.5 büdüzdən necə tənasüblə yazsaydım, belə yazacağım. 1 molundan neçə mol əmələ gəlir? 3 mol əmələ gəlirsə 0.5-nə x, x-in də qiyməti 0.5-i 3-ə vuranda neçə eləyir? 1.5. Deməli, birinci duzdan əmələ gələn sulfat iyonu 0.5 mol idi. Əvvəlki duzdan. Buradan da əmələ gələn iyon 1.5 mol iyon əmələ gəlir. Cəmləyəndə 2 mol sulfat iyon əmələ gəlir. 2 mol iyonu da saya çevirəndə 2 vurmaq nə qədər iyon əmələ gəlir? Na qədər. 2 vurmaq Na'nın da qiyməti nə qədərdir? Bunun da qiyməti 1/1000-204 vurmaq 13-24 sayda iyon əmələ gəlir. Nə iyonu? Sulfat iyonu. Sulfat iyonu. Amma əslində yəni bu duzların dissosiasiyasını, yəni indiyə qədər bilməlisiniz ki, orta və necə duzdur. Əlavə yazıram bu. Cavab nə bənd oldu 19-da? Y bəndidir. Amma əlavə sizə başa salam ki, yəni bu duz orta və necə duzdur? Normal duz, həll olan duzdur. Həll olan duz dissosiasiyası bir mərhələdə normal duzdursa, necə duzlar? Normal duz, bir mərhələli dissosiasiya olur. Kation olaraq 2 mol natrium kationuna. Baxın 2 hardan gəldi burada? SO4 anionu da 1 mol anion əmələ gəlir. SO4-dən bir dədir. Və yaxud da dəmir 3 sulfatın dissosiasiyasını yazırıq. Dəmir 3 sulfat dissosiasiya olur. 2 mol, 2 buradan gəldi. Dəmir 3 müsbətə, 3 dəmirin valentidir uşaqlar. 3 də, baxın SO4 3 dənədir. 3 SO4 neçə mənfiyə? 2 mənfiyə. Yəni bu da normal duzdur, bu da. Və hər ikisi həll olan duz olduğuna görə normal duzlar neçə mərhələli dissosiasiya olur? Bir mərhələli dissosiasiya olur. 2 mol kation əmələ gəlir. 3 mol da burada nə əmələ gəlir? Anion. Burada da kationa baxın neçə moldur uşaqlar? 2 mol. Anion qarşısında heç nə yazılmayıbsa 1 mol. Yəni duzun 1 molundan cəmi 3 mol iyon əmələ gəlir. Buradakı duzun 1 molundan isə 5 mol. 2 mol burada, 3 mol da burada, 5 mol iyon əmələ gəlir. İyon sayı artdıqca uşaqlar elektrik keçiriciliyi artır. Məsələn, bu duz da elektrolitdir, bu da elektrolitdir. Amma daha yaxşı elektrik cərəyanı keçirən duz hansıdır? Yəqin dəmir 3 sulfatdakı iyonların sayı çoxdur. Yəni kation və anionların sayı çox olduğuna görə onların bu duzun elektrik keçiciliyi bu duzun elektrik keçiciliyinə nisbətən nədir? Böyükdür. Sonra 20-ci sual. 20-ci sualda nədir uşaqlar? 20-də 1 mol sirkə turşusu. Sirkə turşusunu necə yazırıq? CH3COOH. Sirkə turşusu 1 moldur. Bax, bu maraqlı məsələdir. Sirkə turşusu suda həll etdikdə bu qədər sayda hidrogen iyonu əmələ gəlib. Siz bilirsiniz ki, sirkə turşusu dissosiasiya edir. Asetat anionuna, CH3OO mənfi plus hidrogen kationuna. Asetat anionuna salam, xoş gəldin. Hidrogen kationuna, sirkə turşusunun dissosiasiyasına 1 molu suda həll etdikdə 3 dam əmələ gələn hidrogen dissosiasiyadan sonra əmələ gələn sözü deyəndə əmələ gələn sözü deyir. Əmələ gələn hidrogen kationunun sayı nə qədərdir 1 molda? Suda həll eləyəndən sonra 3 dam %1 vurmaq 10^22 sayda iyon əmələ gəlir. Bax, əmələ gələn deyəndə kiçik n nəzərdə tutulur. Bir də təkrar edirəm. Bax, 1 molu suda həll eləyirlər. Suda həll eləyəndən sonra əmələ gələn hidrogen kationundan söhbət gedir. Bu qədərdir. Deyir, bizə deyir, turşunun alfasını müəyyən elə. Alfa dissosiasiyadır. Alfa bərabərdir. Əmələ gələni bölməliyik ümumi hidrogen kationunun ümumi sayına. O da vurmalıyıq neçə faizə? 100%. 1 molda nə qədər kation var? Söhbət hidrogen kationundan gedirsə, 1 molun içərisində 1 mol kation var. 1 molu da saya çevirmək üçün elə Na qədər hidrogen nəyi var orada? Kationun. 1 mol sirkə turşusunun içərisində 1 mol hidrogen kationu var. Saya çevirdi. Na qədər hidrogen kationu var. Suda həll eləyəndən sonra alfanı bir müəyyən edə. Suda həll eləyəndən sonra əmələ gələn hidrogen kationu nə qədərdir? 3 dam %1 vurmaq 10^22 əmələ gələn iyondur. Yəni dissosiasiyadan sonra əmələ gələndir bu. Neyniyəndə əmələ gələn
və 1 molda olan hidrogen kationunun sayı nə qədərdir? 1 molda olan Na qədərdir. Na qiyməti nə qədərdir? 6,2 vurmaq 10 üssü 23 sayda hidrogen kationu var 1 molda. Bunlar ixtisar gedir. Burada 22-dir daha doğrusu. Verilən 22 verib uşaq. O da vurmaq neçə faizə? 100%. Bu ixtisar gedir 2-yə. Bununla da bu getdi. 10 qaldı. Bu elədi 20. 100-ü də 20-yə böləndə neçə eləyir? Alfanın qiyməti neçədir uşaq? 5. Alfa neçə faizdir burada? 5%. Cavab nə bəndə oldu uşaqlar? C bəndi. Baxın, hidrogen kationu deyəndə əmələ gələn hidrogen kationu siz dissosiasiyadan sonra əmələ gələn kation deyir. Sirkə turşusu bir əsaslı turşudur. Zəif turşu, zəif elektrolitdir. Dissosiasiyasından sonra asitat anionu əmələ gəlir. Asitat anionu deyəndə CH3 karbon OO nə qalıqıdır bu? Turşu qalığı və hidrogen kationuna dissosiasiya edir. Baxın, asitat anionu bir əsaslıdır və hidrogen kationu. Bu 1 molun içərisində olan iyon 1 mol iyondur. 1 mol hidrogen kationu var. 1 mol iyon hidrogen kationu var. Və bu kationunu da saya çevirəndə nəyə vurdu? Na-ya. Əmələ gələn deyəndə isə, bir də təkrar edirəm, suda həll olandan sonra əmələ gələn iyon isə 3,1 vurma 10 üssü 22 sayda iyon əmələ gəlir. Nə iyonu? Hidrogen kationu əmələ gəlir. Alfa da bərabərdir. N dis bölünsün N ümumi. O da vurulsun neçə faizə? 100%. Və 3,1 vurmaq 10 üssü 22 bölünsün 6,2 vurmaq 10 üssü 23. Baxın, 1 moldakı iyonun sayı çevirəndə 6,2 vurmaq 10 üssü 23. O da vurmaq neçə faizə? 100%. Cavab neçə faiz çıxdı? Təkrar edirəm, 5%. Söndüründü.